tələbəm Orxan bəylə bugün şəhər daxil iş dərsimizdəyik. İşlərə yola çıxırıq Orxan səndən. Necə istəyirsən dostum? Əla günün olsun. Ümumilikdə 5-ci dərsimizdir. 4 dərs biz səninlə meydança ətrafında gərgin azlanqçılarda öyrənmişik. Qarşıya sürməyi, arxa sürməyi. Bugün isə işlərə yola çıxırıq səndən. Bax uzağa geniş bax. Görsən yaşlı olsa da sıxlıqdır. Çox artımır, çox da öldürmə. Hələ var ora. Əllər düzgün işləyir. Maşallah olsun. Çalış barmağını salma. Bax o assa. Get 23 saniyə vaxtın var. Davam elə. Bax, yaxşı şey görürsən, burada əgər tıxac olsaydı biz yol ayrıcına girməməliydik. Aydındır? Qayda deyir ki, yol ayrıcından sonra tıxac varsa, hətta işıqforun yaşışığında biz yol ayrıcına girməməliyik. İndi isə biz qarşıdan sola dönməmək eləyəcəyik. Və işıqforun bizə yaşlı işıq yananda sola dönmə işığını yandıracaqsan və sola dönüş edəcək. Oldu mu? Mən indi çəkiş dayandırıram, amma dərsimiz davam edir. Narahat olma, işlərə yola çıxanda insanda bir balaca həyəcan ola bilər, bir balaca təşviş ola bilər. Bunlar təbiidir. Birazdan sonra boşlayacaqdır. Amma səndə hələ həyəcan görmürəm, maşallah. Çox yaxşı sürsən. Və onu deyim ki, biz öyrəndiklərimizi burada artıq tətbiq edirik. Biz sıfır deyilik, düzdür, öyrənmişik dönmə qaydalarını və burada artıq əsas yolda tətbiq etməyə başlamışıq. İndi isə Orxan bəy, mən sənə uğurlar arzulayıram. Diqqətin yolda olsun. Sən də sağ olasın qardaşım.